Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. Mövzumuz Qur'anda əxlaq mövzusudur və biz keçən çəkilişimizdə Qur'an-ı Kərimə əsasən əxlaqın əhəmiyyəti və vacibliyi haqqında qısa da olsa danışdıq. Növbəti mövzumuz əxlaq elmində çox əhəmiyyətli və olduqca vacib məsələdir. Biz bu hissədə əxlaqi fəzilətlərin inkişafına yol açan və insanın addım-addım Allaha yaxınlaşmasına şərait yaradan mövzu haqqında danışacağıq ki, bu mövzu da çox əhəmiyyətli mövzudur. İnsanın Allahı yaratmaqda məqsədi Qur'an-ı Kərimdə Zariyat surəsinin 56-cı ayəsinə əsasən Allah Teala buyurur: "Və ma xalaqtul cinnə vel insə illə liya'budun." Mən insan və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım. Bu ayəyə əsasən biz görürük ki, Allahın insanı yaratmaqda məqsədi insanın Allaha ibadət və bəndəçilik etməsidir. İnsan Allaha yaxınlaşmaq üçün Allaha bəndəçilik etməlidir. Bəs görəsən, insan Allaha bəndəçilik etmək istəyirsə, hardan başlasın? Hər hardan başlasa olarmı, yoxsa bir nöqtədən, bir məqamdan başlamalıdır, ilk addımı hardan atmalıdır? Qur'ana əsasən ki, peyğəmbərlərin əhvalatını, hadisəsini Allah Teala bizə nəql edir və bu ayələrdən biz başa düşürük ki, ilk addım tövbədir. İnsan Allaha yaxınlaşmaq üçün tövbə qapısından daxil olmalıdır. Peyğəmbərlərin həyatına Qur'an-ı Kərimdə baxdıqda biz görürük ki, misal üçün Hud Peyğəmbər əleyhissalam öz qövmünə təbii ki, Allahı tanıtdırdıqdan sonra buyurur ki: "Və ya qavm istəğfiru rabbakum thumma tubu ilayhi." Ey mənim qövmüm, Allahdan əfv diləyin, bağışlanmaq diləyin və thumma tubu ilayhi və ona tərəf qayıdın, Allaha tərəf tövbə edin. Salih Peyğəmbər əleyhissalam da işinin əvvəlini, işinin təməlini tövbə qərar verir və qövmünə buyurur Hud surəsinin 61-ci ayəsində: "Və ilə Səmudə əxahum salihan." Allah Teala buyurur ki, biz Səmud qövmünə Salih peyğəmbəri göndərdik. "Qalə ya qavmi ibudullaha ma lakum min ilahin gayruh." Və Salih peyğəmbər qövmünə buyurdu ki, ey mənim qövmüm, Allaha ibadət eləyin ki, ondan başqa ilah yoxdur. Huve enşa'akum minel ardı. Allah sizi yerdən yaratdı. Vesta'marakum fiha və oranın yerin təmirini sizin öhdənizə qoydu. Sonra buyurur ki, vestağfiruhu və Allahdan əfv diləyin, bağışlanmaq diləyin. Thumma tubu ilayhi. Sonra da Allaha tərəf qayıdın. Və həmin sözü Şüeyb peyğəmbər də öz qövmünə buyurub ki, "Vestağfiru rabbakum thumma tubu ilayhi." Allahdan bağışlanmaq diləyin, əfv diləyin və Allaha tərəf tövbə edin. Biz peyğəmbərlərin həyatına baxdıqda da görürük ki, peyğəmbərlər ilk addım olaraq öz qövmlərinə, yəni insanlara tövbə etməyi tapşırıblar, tövbə etməyi tövsiyə ediblər. Bir çox hallarda insan öz həyatında səhvlərə, xətalara və günahlara yol verir. Əgər Allaha tərəf qayıtmaq qapısı bağlı olsaydı, o zaman insan məyus olardı və çıxılmaz vəziyyətdə qalardı. Ona görə də İslam tərbiyəsində tövbə mühüm əməllərdən hesab olunur ki, insan Allaha yaxınlaşmaq üçün gərək tövbə qapısından daxil olsun. Bütün bunları əsasən biz görürük ki, insanın bəndəçiliyində, Allaha yaxınlaşmasında ilk məqam başlayacağı nöqtə
tövbədir. İmam Səccad əleyhissalam tövbəkarların münacatında Allaha münacat eləyir və buyurur ki, İlahi sən bəndələrinin üzünə əffinin qapısını açan və adını tövbə qoyan kəssən. İlahi buyurmusan ki, Allaha tərəf qayıdın və tövbə edin. Özü də xalis tövbə, səmimi tövbə. Maraqlısı burasıdır ki, İmam gözəl bir ifadə buyurur. Buyurur ki, görəsən rəhmət qapının açıq olduğu halda ondan qafil olan şəxsin, yəni tövbə etməyən şəxsin üzrü nə ola bilər? Allah ki, Qur'an-ı Kərimdə dəfələrlə buyurur, Allah tövbələri qəbul edir və Allah tövbə edənləri sevir, Allah tövbə qapısını açıq qoyub, Allah mərhəmətlidir, tövbələri qəbul edəndir. İmam ona görə buyurur ki, bu qədər ki, Allah Taala tövbə qapısını açıq qoyub, görəsən tövbədən qafil olan, tövbə etməyən şəxsin üzrü nə ola bilər? Görəsən bəndə nə üzr gətirəcək, nə dəlil, nə sübut gətirəcək Allaha ki, mən bu dəlilə görə, bu sübuta görə, bu üzrə görə mən tövbə etmədim həyatımda. Ona görə də Allah Taala hədislərə əsasən ki, Əhl-i Beyt əleyhissalamdan, Həzrət Peyğəmbərdən bizə gəlib çatan hədislərə əsasən buyururlar ki, Allah tövbəkarların tövbəsini qəbul edir və tövbə edənləri daha çox sevir. Bütün bu dediklərimizə əsasən başa düşürük ki, Qur'an ayələrindən və hədislərdən başa düşürük ki, tövbənin insan həyatında, insan mənəviyyatında, insanın Allaha tərəf yaxınlaşmaqda nə qədər böyük əhəmiyyəti vardır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.